Sədərək Ticarət Mərkəzinin rəhbəri Yusif Qədimbəli özünə dəbdəbəli hovuz tikdirib, lakin pulunu ödəmir. Bu barədə Patrulaz saytına müraciət edən hovuz tikintisi üzrə layihə rəhbəri Bəhruz Gözəlov bildirib. Layihə rəhbəri iddia edir ki, ötən ilin dekabr ayında tikib hazır etdiyi hovuzu təhvil verib. Amma 20.800 manat miqdarında ödəniş haqqını ala bilmir. Keçən ilin iyul-avqust aylarında Sədərək Ticarət Mərkəzinin rəhbəri Yusif Qədimbəli mənə hovuzunun təmir tikinti işlərindən bağlı müraciət elədi. Biz gedib onun hovuzuna baxış keçirdik. Hovuzda kökündən təmir tikinti bərpa işləri olmalı idi və biz onlara öz qiymətimizi verdik və bu qiymət əsasında aramızda razılaşma olundu. İşə başlandan sonra tikinti prosesində bəzi problemlər çıxdı ortalığa. Onların hovuzunun divarı uyğun bir vəziyyətdə deyildi. Və biz bu barədə bildirdik. Dedilər ki, divarına beton işləri görək və əlavə də biz jacuzzi də istəyirik. Və biz bunun hesabatını hazırladıq. Onların proqramının bizə verdiyi koda uyğun olaraq, həyətin koduna uyğun olaraq biz orada hesablama işləri apardıq. Baxış keçirildi, bizə etiraz olundu ki, burada artıq beton qeyd olunubdur. Mən öz etirazımı bildirdim ki, burada ola bilməz, yəni bu hesab kitabdır, biz bunu hesablamışıq. Təklif elədim ki, yerində bir baxış keçirildi. Yerinə baxış keçirildi, məlum oldu ki, bizdən sonra həyətin ölçüsü aşağı salınıbdır və nəticə etibarilə də artıq bizim siyahıda beton hesablanıb. Və işə başlamamışdan əvvəl də biz bu betonu siyahıdan çıxartdıq, qiymətimizi də düzəltdik və texniki bir məsələ ilə bağlı bizim öz öhdəmizə düşən üzrxahlığı da elədik ki, işimizə davam eləyək. Razılaşıldıq və işlərimiz bu formada davam elədi. Onların işçilərindən olan Şahin bizə müraciət elədilər, yaxınlaşdılar ki, bəs daşma kanalının enliliyi müəllimin xoşuna gəlmir, bunu artıraq 70-75 sm eləyək. Və mən də gəlib buna baxdıqda etirazımı bildirdim ki, eləməyini eləyək, problem deyil, lakin burada qiymət artımı olacaq. Çünki bahalı qranit, üçlük Hindistan qraniti seçilibdir və bu da hovuzun perimetr boyunca 17-nin 6-ya hovuzdur. Yəni 45-50 poqon burada daşdan söhbət gedir. Bu bizim siyahıdan əlavə bir şey olduğu üçün, yəni əlavə pul ödənməlidir. O da mənə dedi ki, narahat olma, arxayın ol. İş artırılırsa, əlavə işlər görülürsə, mütləq formada bunun ödənişi sizə olunacaq və nəticə etibarilə də mənim firmalara, mənlə iş görən yoldaşlara küllü miqdarda borcum var və yəni çıxılmaz bir vəziyyətdə qalıb Patrulaz əməkdaşlarına müraciət eləmişəm. Artıq neçə aydır ki, sizin pulunuz ödənmir? Hal-hazırda və məbləği nə qədər? 20.808 manat məbləğdir, tam olaraq bu məbləğ üzərində razılaşılıb, lakin bunlar etiraz edirlər. 2 ay yarımdır artıq biz dekabr ayının ortalarından hovuzu təhvil vermişik, suyu doldurulubdur və bizim ödənişimiz ödənilmir. Məsələ ilə bağlı tikintiyə nəzarət edən Bəhlul Tağıyev ilə əlaqə saxladıq. O isə öz növbəsində bildirdi ki, bu barədə bizim suallarımızı yalnız hüquqşünas cavablandıra bilər. Alo. Bəhlul müəllim, salam. Aleyküm. Sizi narahat edən Patrulazın xüsusi müxbiri Aslan Nadiroğludur. Ha, işləm qızım. Bəhruz Gözəlov. Tanıyırsınız belə bir şəxsi qardaş? Yox, tanımıram. O bizim saytımıza, Patrulaza şikayət edir. Ha. İddia eləyir ki, o Yusif Qədimbəylinin bağında hovuz tikib və bugünkü gündə onun pulu ödənilmir. O Bəhruz'u bilmirəm valla. Onu özləri danışda gedib özləri ödəsinlər. Sadəcə olaraq sizin nömrəniz verilib ona görə. Sən nədir? Mənlə müqavilə bağlanmayıb, bir şey eləməyib ondan. Mən onu axıda tapdım. O ödəyib orada bizim yuristimizdədir, onun kağızları. Aha. Eşitirsiniz? Bəli. Sizin indi yuristlər, özdə nömrəsi var ona. Yuristin nömrəsini götürün, ona zəng edir. Bizim o işlə Yusuf müəllim tapşırıb yuristə. Yurist özü məşğul olur. O işi o araşdırır. Sizin yuristlə biz necə əlaqə saxlaya bilərik? Həmən o Bəhruzda onun nömrəsi var. Onlarla danışırlar gündə. Bəhruzda nömrəsini götür qardaşım. Siz bizə verə bilərsiniz o yuristin nömrəsini? Yox, bir dəqiqə hal-hazırda verə bilmərəm. Onun yuristin nömrəsi Bəhruzda var. O işdən özdə 3-4 dəfə görüşüblər onlar. Yurist məşğuldur o işdən. Bizim yurist o işlə məşğuldur, ona tapşırılır. Bir dənə yuristlə özünüz əlaqə saxlayın, nə deyər ödəyəcək.
Məsələ ilə bağlı Yusif Qədimbəylinin hüquqşünası olan Azər bəylə əlaqə saxlamaq istəsək də, lakin bizim telefonumuzu açan olmadı. Aslan Nadiroğlu, Yalçın Əmirzadə, Patrul Az.